Və bir insan uğur qazanmaq istəyirsə, necə ki hamımız istəyirik, uğura addım atırıq, uğur üçün can atırıq. Yalnız elm, bilik, intellekt bunlar kifayət eləmir. Məşhur universitetlərin birində, Harvard Universitetində bir araşdırma eləmişlər ki, intellektual insanlar uğur qazanırmı yoxsa yox? Sırf biliyə, savada malik olan insanlara və nəticə almışlar ki, heç də yalnız savadla, intellektlə uğur qazanmır insan. Görsən, savadı çoxdur, məlumatı çoxdur, amma ortada bir şey yoxdur. Bəs kim uğur qazanır? Kim nəticə əldə edir? Elmlə yanaşı duyğularını idarə edə bilən insanlar, emosional intellekt deyilir. Elm və intellektlə yanaşı duyğularını idarə edə bilən insanlar, duyğularını nəzarətdə saxlaya bilən insanlar uğur qazanmış olurlar. Yox, duyğularını idarə edə bilməyən insanlar, qorxu hissini, qəzəb hissini, sevinc hissini idarə edə bilməyən insanlar, onun məhkumu olan insanlar adətən uğur qazana bilmirlər. İnsan idarə etməlidir duyğularını. Sevinc hissi gözəl bir hissdir. Bu idarə olunmazsa insanı məst eləyər. Sevinc hissi, sevinirsən, şöhrət, hər şey, amma bir də görürsən, itirmirsən özünü. Bir də başlayırsan, elə bütün günü sevinirsən, amma ortada bir şey yoxdur. Görmüşsünüz belə bir insanlar uğur qazanıb bütün günü sevinir. Öz haqqında şərhləri oxuyur, nə bilim, bunu öpürlər, sevinir. Elə bütün günü bu sevinclə ömrünü keçirməyə başlayır. Yadından çıxır ki, mən buraya necə gəlib çıxmışam, mən buna əziyyətlə gəlib çıxmışam. Bir də bunu addım atmalıyam ki, yeni bir uğurlar əldə edeyim. Qalıb həmən uğurun sevinci altında məst olub, onu tərifləyir, bu bunu tərifləyir, bir il elə tərif, bir daha ayılır ki, daha heç nə yoxdur ortada. Qazandıqlarımı xərclədim. Duyğunun qurbanı oldu, o sevinc duyğusunun qurbanı oldu. Bax, sən əziyyətlə gəldin, bura çatmışdın. Sevinc hissini idarə edə bilmədi. Diqqət elədiniz, məhv oldu, getdi. Ona görə duyğularımızı idarə edə bilmək nə qədər mühümdür. Quran nə deyir? وَلَا تَفْرَحُ بِمَا آتَاكُمْ Bu qədər belə çox sevinməyim əlvüzdə olanlara görə. Lazım deyil bu qədər məst olasınız. Özünüzü itirəsiniz. وَلَا تَفْرَحُ Bu qədər sevinməyin. Çox sevinərsiniz, uğurdan yeni bir uğurları əldə edə bilməzsiniz. Fikir verirsiniz, Quran-ı Kərim nə qədər incə məqamlara toxunur. Əleyhissalam maraqlı bir hədis var, buyurur, ağıllı insan kimdir? Maraqlıdır bir tərif alsalar sizdən, kimə deyirsiniz ağıllı insan? Belə bir dənə sorğu keçirirlər ki, ağıllı insan kimdir? Nə cavab verərsiniz? Çox maraqlıdır. Mən deyərdim ki, evdə fikirləşəsiniz yaxşılar, amma cavabını indi verirəm də məcburam. Keçən cümə gəliyə bu sual verəydim sizə. Əleyhissalam maraqlı deyir, ağıllı insan o insandır ki, qəzəb, qorxu, sevinç halında özünə sahib çıxa bilən insandır. Qəzəb, qorxu, sevinç halında fikir versən, həm negativ duyğudan söhbət açıb, həm pozitiv. Sevinç halı, bir tərəfdən də gəlir qorxu, qəzəb. Hər halda duyğular onu neynəmir, idarə etmir. Özünə sahib çıxa bilir. Və belə bir insanlar uğur qazana bilirlər həyatda. Əks təqdirdə uğurdan söhbət açmıyorum. Heç vaxt bir yana geçilə bilmərik. Ona görə dinimizin buyruğu budur ki, ağıl öndə dayanmalıdır. Ağıl neynəməlidir? Ağıl istəkləri, düşüncələri, duyğuları nizamlamalıdır, balanslaşdırmalıdır, həddini qoymalıdır. Hamısını idarə eləməlidir, ipini almalıdır hələ. Ağılın funksiyası budur. Deyərdim, bəlkə də ən mühüm funksiyalarından biri budur. Ən mühüm funksiyalarından biri budur. Əleyhissalam nə gözəl buyurur? Buyurur, ağıllar düşüncələrin önündə getməlidir, yəni düşüncələri idarə etməlidir. Daha sonra buyurur, düşüncələr qəlblərin önündə. Qəlblər istəklərin önündə, istəklər də bədən üzvlərinin önündə.
getməlidir, onları idarə etməlidir. Bəsində dediyim mövzudur. Yəni istəklərimi də ağıl idarə etməlidir. Düşüncələrimi də ağıl idarə etməlidir. Duyğularımı da ağıl idarə etməlidir. Ağıl dayanmalıdır başda. Onu düşürtmə aşağıya. Düşürtmə aşağıya. Ağıl bu qədər müqəddəs bir neymətdir. Qoymur hadisəni olduğundan artıq şişirdəsən, ya olduğundan artıq düşürdəsən. İnsan axı adətən belədir. Ya çox şişirdir, ya çox neynir, düşürdür. Oturur məsələn bir nəfərlə bir 40 dəqiqə oturub söhbət edib, birinci dəfə də ondan görüşür. O da nə bilirdi danışdı. Çıxandan sonra deyib bundan o tərəfəsi yoxdur. Tələsmə qərar verməyə. O nə bilib də onu danışdı sənə. Bir 2-3 dəfə də qulaq as ona, gör nə danışacaq ikinci söhbətdə, üçüncü söhbətdə. Adam birinci görüşdüyündən də nəyi var qoyursan ortaya da danışırsan hər şeyi. Bu da deyir, o yox, buna qədər savadçısı yoxdur. Qərar verdi kişi. 40 dəqiqəyə qərar verdi. Olduğundan artıq neynədir? Böyütdü. Ya bəzi vaxtlar olduğundan aşağı neynir? Düşürdür adamı. Xoşu gəlmir deyənə düşürdür. Hər nə tərif deyirsən neynir? Yox, o deyil, o deyil. Düşürdür. Xoşu gəlmir o insandan. O dərdi başqa bir şeydir, onu həll eləmək lazımdır. Görürsən, bunun ondan niyə xoşu gəlmir? O da bu sində ona vaxt ayırmayıb, neynəməyib və s. Hər halda. İnsan adətən belədir. Olduğundan artıq görür, ya olduğundan az görür. Çox təəssüf. Peyğəmbərlərin birinin zamanında bir nəfər şəxs adı Qarundur. Deyib, fəxxaraca alə qavmihi fi zinətihi. Bütün zinəti ilə çıxdı çölə. Nəyi var idi qoydu ortaya. Orada olanlar gördülər, ya leytə lənə mislə ma utiya Qarun. Bu kimdir bu görür? Kaş biz də belə olaydı. İnnəhu ləzu xazzin azim. Çox əzəmətli insandır bu. Gözündə görür də hər şey. Bundan o tərəfəsi yoxdur. Hərdən böyüdürsən bir. Güclüdür qarşı tərəf. Özündən daha güclü görürsən onu. O qədər gücü yoxdur, o qədər niyə onu böyüdürsən ki? Gücü var onun, ondan artıq görürsən. Bunlar da elə gördülər. Allah neynədi? Allah deyir heç nə. Fəxəsəfnə bihi və bidarihil ardı. Onu məhv elədi. Bir bəla gəldi. Gözlərinin qabağında gördülər ki, necə məhvə məhkum olur o. O qüdrət, o güc. Necə çökür. Görən kimi qayıtlar. Vay kənəllah. Biz kimi güclü bilmişik. Sən demə güclü deyilmiş. Bu məhv oldu ki, bir anda bütün səltənət, qüdrət bir dəqiqənin içində məhvə məhkum olursa, bu o qədər güclü deyilmiş. Yox, bu deyil. Biz səhv başa düşmüşük. Ağıl neynir bəs? Ağıl idarə edir. Fikir versən. Olduğu kimi göstərir. Mən bir dəfə hətta bu çıxışların birində dedim, ərinil əşyaə kəmə hiyə. Ən qəşəng dualardan biridir. Çıxış eləmişəm bu haqda mən. Hər şey olduğu kimi mənə göstər, ya Rəbbəl aləmin. Olduğu kimi görüm də. Maraqlı duadır, Peyğəmbərimizin duasıdır. Ona görə ağıl idarə eləməlidir. Həm duyğularımızı, həm istəklərimizi, həm düşüncələrimizi. Və belə olduğu təqdirdə, bəli, uğurdan söhbət açmaq olar. Və qorxu da bir duyğudur. İdarə olunmalıdır. Heç qorxmamaq, sıfır stres ölümə bərabərdir. Yəni mən heç stres olmasın, qorxu olmasın, bu ölümə bərabərdir. Qorxmasan sən necə sığortalanacaqsan bəlalardan? O siqnaldır. Gəlir sənə ki, özünü qoru. Qorxu bir siqnaldır. Gəlir sənə ki, özünü qoru. Xətər var. Stres də o cürlə. Yəni ona görə məsələnin həll yolunu bu istiqamətdə aparmaq yanlışdır. Neyniyək ki, heç qorxmayaq, neyniyək ki, heç stres olmasın. Bu söz deyil. Qorxu ilə yaşamağa öyrənmək lazımdır. Streslə yaşamağa öyrənmək lazımdır. Onun həddini qorumaq lazımdır. Çərçivəsini aşmasın. Ona görə qorxuları bölürlər, hətta psixologiyada bölürlər iki hissəyə. Normal, anormal qorxular. Normal qorxular öz yerində gözəldir. Neynir insan normal qorxu? Xilas edir. Ziyandan sığortalayır. Hədisin deyim, Əleyhisselam buyurur, mən kəsurət məxafatuhu, kəsurət afatuhu. Qorxu azalsa, ziyan və zərər çoxalar. Bəli. Bir insanda, hədisin düzdüyüm tərcüməsini,
Mən qallət məxafatuhu. Bir insanın qorxusu azalsa, lazım olan yerdə qorxmasa, ziyan və zərər çoxalar. Ziyana uğrayarsan da. Adamda qorxu lazımdır ki, neynəsin, sığortalasın, ziyanlardan qurtarsın, zərərlərdən qurtarsın. Ona görə qorxu gəlir, neynir? Bəzi isteklərimizin qabağını alır. Niyə? Bunu etsəm, böyük bir dənə ziyandan uğrayacağım mən. Böyük bir dənə zərər görəcəm. Qorxu gəlir, qoymur o istəyimi icra eləyim. Məni çəkir kənara, deyir, etmə onu. Böyük ziyan səni gözləyir. Ola bilər 5-6 saat bir ləzzət olar. Nəsə əldə eləyərsən, amma o ziyanın çoxdur ya. Görürsün, bəzi vaxtlar bir nəfər bir dənə iş görüb, bir ömür bədbəxt oldu. Bir dənə ömür getdi, bir cinayət elədi. Bir cinayət etdi. Amma içində bir qorxu var deyə etməyim. Dindirsən onu, içində var idi, etmə. Tutularsan, etmə, ziyan görərsən. O ona qulaq asmadı, dərd budur. Ona qulaq asmadı deyənə nə oldu? Etdi, o riskə etdi. Nəticə nə oldu? Bir ömrü getdi. Cavanlığı getdi, həyatı getdi, məhv oldu. Amma o hissə qulaq asaydı nə olacaqdı? Sığortalanacaqdı. Ona görə hədis nə deyir? Deyir, özünü qoru. Ona görə qorxu hissi gəldiyini bəzi istəkləri cilovluyur. Hədisə baxın, əl-xofu sicnun nəfs. Qorxu insanı müəyyən qədər zindana salır. Zindanın xüsusiyyəti nədir? İstəklərin azalır da. Bayırda adam rahat gezir, istədiyi kimi də zindanda o deyil ki. Çərçivəyə salır da səni. Deyir, bu qorxu da sanki səni bir zindana salır. Saxlayır səni. Amma yaxşıdır. Bəzi insanlar deyir, tam azad olmaq istəyirəm. Sənin üçün sənə o imkanı vermir, tam azad olsun. Səni zindana salır. Bəzi şeylər qoymur edəsən. üçün də səni bəzi şeyləri qoymur ki, icra edəsən. Ona görə o insana ki, tam məndə azadlıq, tam nə azadlıq? üçün də sənə məhdudiyyət qoyur. Din nə gəlir? Dinin buyruqları da içindəki qadağalar var, ona adekvatdır. Ona uyğun buyurur. İçin ki, deyir, olmaz, din buyruqlar da gəlir, o olmazlara uyğun deyir, olmaz. Belə yad deyil ki mənə. Mənim içimdə yəni boş yaranmamışam ki, mən sıfır, heç nə. Ağ kağız, mən başlayıram yazmağa. Bu yanlış fikirdir. Bu yanlış fikirdir. Mən 4 il təxminən bundan öncə danışmışam bu haqda ki, insanın vücudu haqqında. İnsan necə yaranır? Boş kağızdır, ağ, biz yazırıq. Xeyr. Müəyyən qədər yazıları var onun. Onları oxumaq lazımdır ki, nə, mən kiməm? Ki, mövzum o olsa, mən onun haqqında danışaram. Bəzi qorxular isə bəli, anormaldır. Yəni, normadan kənardır. Bu, real qorxu deyil, təxəyyül aləmin yaratdığı bir şeylərdir. Xəyali qorxular deyirlər. Məsələn, təhlükə yoxdur, amma orada qorxu hissi keçirirsən. Ayla birdən dayanar, ürəyimi ölərəm. Belə yaşamaq olar. Maşına mimim, birdən maşına var eləyər, qəza eləyər, ölərəm. Təyyarəyə mimim, qorxuram. Həssas ailələr var, uşaqlarını ayla yıxıldı, qalxdı, düşdü uşaq, nə oldu görürsən, ölər. Yaşam deyil, uşağı da qoymursan yaşamaq, özün də yaşamırsan. Belə yaşamaq olar. Bu normadan kənar qorxulardır. Səni bədbəxt edir, məni bədbəxt edir. Yəni, real deyil bir şey. Təxəyyül aləmində yaratmışsan qorxunu. Amma zehnimiz də biz necə yaranıb bizim zehnimiz, real qorxuya verdiyi reaksiyanı təxəyyüldə yaratdığın qorxuya da verir. Biz belə yaranmışıq. Elə-belə bir dənə fikir vermişsiniz, zehnində bir şey fikirləşsən, birdən elə bir fikirləşsən, qəzaya uğradın, bir diksinirsən. Üçün yoxdur ki, bayırda. Düşünürsən hadisəni, diksinirsən. Özündən nasıl olmayaraq. Fikirləşən hündürlükdən yıxılaram, yerə diksinirsən. Övladın haqqında düşün, məsələn, adam, ayla birdən uşağım nəsə olur, maşın vurar, bir diksinirsən. Bizim zehnimiz budur, diqqət edin, mən bunu istəyirəm deyim. Zehnimiz həyati hadisələrə verdiyi reaksiyanı, təxəyyül aləminin yaratdığı hadisələrə də reaksiya verir. Biz belə yaranmışıq. Ona görə deyirlər, təhlükə qorxusu təhlükənin özündən də belə təhlükəlidir. Təhlükə qorxusu təhlükənin özündən də belə təhlükəlidir. O, burada yaranmış var, o qorxu. Həddindən artıq, o qədər təhlükəlidir ki, onu düşürtmək lazımdır. Ay, belə olar, ay, elə olar, ay, yıxılaram, maşına minərəm, ölərəm. Neyək bunu həll eləmək üçün? Bax, yolu nədir? Yolu nədir? Biraz yolundan danışaq da. Təsəvvürlərinizi deyişin. Bu qədər minmirsən, ölmüsən. Yox, maşallah, yarıb çatmısan bu yaşı, 30-35 yaşın var. Nə qədər maşına minmirsən? Heç olmayıb ki.
təyyarəyə minmisən bundan öncə heç nə olmayıb. Gəlsən minməmsən, minənlər o qədər deyib gəlirlər o yana bu yana. Bir şey yoxdur ki. Ölməyə qalsa maşında da öləcəm, belə elə yolda gedəndə də bir dənə qıraqdan maşın gəldi. Adam elə hərdən elə ölümlər olur. Heç belə şeydən adam ölər. Elə yaşamaq, təsəvvürləri dəyişin. Baxış bucaqlarını dəyişin. Dində bunun adı nədir bilirsiniz? Hüsnüzən. Eşitmişsiniz, hüsnüzən elə, hüsnüzən elə. Həyifdir, bu mövzular gərək, inanın Allaha ki, bizim dinimizin bu mövzuları gərək bu dildə deyilsin, tam başa düşürsə ki, din hələ tam mənim ehtiyacımmış. Mən hüsnüzən niyə var? Səni xoşbəxt eləmək üçün. Allah sizi xoşbəxt olsun, ona görə hüsnüzən et. Yəni, gözəl zən, hüsn. Hüsn nədir ərəb dilində? Hüsn, həsən, əhsən, gözəl. Zənnivə gözəl elə. Belə getsən belə olar, yox, belə getsən belə olmaz, inşallah belə olar. Demirəm, ehtiyatınızı saxlamayın, Onun həddini danışdığımda mən neçə vaxtda danışıram. Mən çıxışımı indi işləyən adam görsən, xoşu gəlməyən başqa yerdə yozar, o tərəfə də yozar. Daha insaflı, xütbəyə də qulaq asana qədər insafla qulaq asasan. Doğrudan belədir. Təhlil edəndə insafla təhlil edəsən. Özünüz bilirsiniz, mən 3 cümədə necə danışıram. Hər o şeyi qoruya çalışıram, diqqətlə danışıram ki, bu tərəfdən ziyan vurmayayım, o tərəfdən ziyan. Təsəvvürlərinizi dəyişməyə başlayın hadisə ilə bağlı. Dəyişməyə başlayın. Qorxursan, belə etsən belə olar, bugünəcən belə etmişəm, belə olmayıb. Mən qoruyan da bir qüvvə var. O Allahımdır. O mən bugüncən belə də qoruyub. Ay yolu keçsən maşın vurar, həmişə belə qorxu ilə. Başa bugünə nə qədər keçmişsən yolu sən. Vurmayıb da sən. Özünüzü xilas edin. Hüsnüzən budur. Xoş gümanlı. Bir mənası budur ya. Biraz açmaq olar hüsnüzən nədir. Ətraf və kollektivə qarşı xoş gümanlı ol. Adam var deyir, mən heç kimi inanmıram. Özü bədbəxt edərsən sən, heç kimi inanmıram. Necə yaşayırsan onda sən? Hər şey... Baxın, inamla ehtiyat başqa bir şeylərdir. İnan, ehtiyat saxla. O başqa bir şeydir. Adam ehtiyatını saxlayar. Bəlkə səhv addım atdı. İnanıram ha qardaşıma. Bir insandır da bir səhv də edə bilər, ehtiyat da saxlayıram. Buna ayıraq onu, bunların sərhədlərini ayıraq onu. Heç kimə inanmıram mən. Necə inanmırsan sən? Mümkündür məkar. Çətindir. Düz deyə inam elə bir mövzudur ki, gələk o hissi qoruyasan, qarşı tərəfdə doğrultsun özünü, o bəzi vaxtlar cəmiyyət bir nəfəri gətirir pessimist bir insana çevirir. Cəmiyyət bədbəxt edir o insanı. O qədər aldadır onu, aldadır onu. Axırda demək heç kəs inanmıram. Bu belə ruhla da yaşamaq çətindir. Ona görə çox çalışmalıyıq belə məsələlərdə. Diqqətli olaq. Çox diqqətli olaq. Bax, bir qorxulardan biri bu da oldu. Yersiz, anormal qorxu deyək adına. Yəni, belə deyək də, fobiya yaranır, sonra nevrotik qorxu, elmi dillə desək, patoloji qorxu, bunlar elmi adlarıdır. Hər halda mən rahat danışıram ki, hamımız rahat başa düşək. Sadə dillə izah verirəm sizə. Nəsə, digər qorxu nədir? Digər qorxu nədir? Görürsən, bəzi insanın bir fiziki qüsuru var. Qorxur ki, o qüsurumu görərlər, mənə salarlar. Adam da, bir adam bir fiziki qüsuru ola bilər. Ola bilər. Nəticə nə olur? Həmən qorxu səbəb olur ki, inzivaya çəkilir, təkliyə, çıxmır cəmiyyətə. Başı çəkməyə bir görüşə. Uzaqlaşır cəmiyyətdə. Yox, baba bu qorxu, bu din bunun üstündən xət çəkirdi. Yaxşı qorxu deyil. Yaxşı qorxu deyil. Nə olar? Fiziki qüsur ola bilər. Fiziki qüsur ola bilər. Göyə məşhur insanların yoxdur. Mən bir dəfə bir araşdırmaya baxırdım ki, məşhur insanların, onların da hərəsinin bir fiziki qüsuru var. Neçə dənə məşhur insandan danışırdılar. Göstərirlər ki, nədir, məsələn, bunun qüsuru nədir, bunun qüsuru nədir. Amma heç onun uğur o qədər parlayıb ki, heç qüsurunu görən yoxdur. Çətini uğur qazan həyatda. İnsanlar o uğuruna aşiq idilər, ətrafa yığışacaqlar. Heç qüsuru görməyəcəklər. Hə, görən adam həmişə görəcəm. Yəni, o qüsura görə mən qalmalıyam kənarda. Bəli, dinimizin çox maraqlı yanaşması var. Fiziki qüsuru olan insana gözü bərəldi, belə baxma. Ona bax, elə eləmədin deyir. Hədisdir bu. Deyəm, diqqətlə baxma, onu qıraqdan ham baxır. Belə şey olmaz ki. Yaxşı bir şeydir. Məsələn, olur hərdən fiziki qüsuru olanı gəlib şəkil çəkdirir, paylaşır. Amma onu ələ salmazlar, o günahdır.
Yəni, bilmək olmaz hələ gələcəkdə. Sənin də övladın olacaq. Necə olacaq, necə olmayacaq. Sən onu sındırma ruhunu. Bu dinimizin bu tərəfə tövsiyəsidir. Amma qarşı tərəf olan tövsiyə nədən ibarətdir? Baxın, siz qüsuru olan insanlar niyə inzivaya çəkilməlidir ki? Belə insanlar, sən tək deyilsən həyatda, sənin kimi insanlar da var. Hətta səndən də qüsurlu olan insanlar var, amma cəmiyyətin içindədir. Ged onlara bax, hərdən onları gör, bu mənada bax. Yəni, bir adı deyim kimi bax, yox. Onları da bil ki, var. Onda nə olacaqsan? Motivasiya edəcəksən özü, qalxacaqsan ayağa. Hədisin deyim də, hə? Buyurur, əksirur nəzər ilə mən fəddəltə aleyhi fə innə zalik min əbəvvabi şükür. Onlardan ki, üstünsən, onlara bax hərdən. Bu şükürün qapısıdır. Əlin var, var. Ayağın var, var. Nəyinsə var. Varsan da, ən azı da varsan. Xoşbəxt olmaq üçün yetər bu kəlmə. Mən varam. Yoxların siyahisindən çıxmış bir varam. Bundan sonra da həmişə olacaq. Bir sözdə biz həmişə olacaq. Biz yox olmayacaq. Məkanlarımızı dəyişəcək. Ana bətindən dünyaya gəldiyimiz kimi, dünya bətindən çıxıb gedəcək bir başqa bir məkana. Oradan da heç vaxt yox olmayacaq. Allah nə qədər var, mən həmişə varam. Allah da heç vaxt yox olmayacaq. Hə, mən həmişə varam. Onun hədisdə var, deyir, minəl hayyilləzi iləl hayy. Hayy olan Allahdan bir məktub gələcək. Minəl hayyilləzi la yamut iləl hayyilləzi la yamut. Məktub belə başlayır. Hayy olandan, o hayy ki, o diri ki, heç vaxt yox olmayacaq. Ondan məktub gəlir, o diriyə ki, heç vaxt yox olmayacaq. Yəni bəşərə. Adama bu söz nə qədər belə məktub təsəvvür oturmuşsan cənnətdə özümdən məktub gəldi Allahdan. Bəli, açırsan, görsən ki, diridən də bu, o diri ki, heç vaxt yox olmayacaq. Kimədir, sənədir. Görsən, yazılıb sənə üçün, sən də heç vaxt yox olmayacaqsan. Burada həmişə qalacağım, ləzzət, nə qəşəngdir həyat. Sən varsan, çıxdın da yoxlan siyahisindən axır, şükür Allaha. Bu adamı xoşbəxt eləməyə kifayət edir. Sadəcə insan düzgün həyatı nizamlaya bilər, qura bilər həyatını. Şükür eləmək üçün bax, gör səndən, o tərəfə nə qədər qüsurlu insanı, deyirəm, onlara bildirir, onlara bildirməklə də özün üçün bax, o da kiməsə baxıb elə ruhlanım. O da. Digər məsələ nə etmək lazımdır, belə bir insanlar, o qorxudan qurtulmaq üçün. Öz istedadlarınızı tapın. Öz istedadlarınızı tapın. Potensialınızı kəşf edin, bütün gücünüzü səfərbər eləyin o istedadın çiçəklənməsinə. Hamınız istedadlı varlıqlarsınız, hamınız. Hamınız. Mən qüsurlu bir insanlarla görüşlərim olub, bir konferanslarda iştirak eləmişəm, görmüşəm. Necə uğur qazanıblar bu şəxslər? Hamıda var o istedad. Tapın istedadlarınızı, gücünüzü ora səfərbər eləyin, kəşf edin özünüzü. Çıxın önə, çətini uğuru qazanın. Qazanandan sonra bir dediyim sözü bir də deyirəm sizə. Onlar hamısı, o qüsurlar qalacaq kənar. Hətta deyəcək də, ay Allah, bu qüsurla bu insanlara getəcəkdir. Nə qədər ideala çevriləcəksən cəmiyyətdə. Nümunəyə çevriləcəksən, etalon olacaqsan cəmiyyətdə. Yoxsa elə bütün günlərə də qalım, bu belə olmaz ki. Onun qorxusundan cəmiyyətdən çəkilirəm kənara. Onun qorxusundan çəkilirəm inməyə. Bir qüsura görə qorxuram məni ələ salarlar ilə, çəkilirəm bir cəmiyyətdən bir kənara, otururam inzivaya. Sən nə oldu bəs? Elə bu üçün yaradın, elə təklikdə qalasan. Onda sənin içindəkilər istedadlar var, cavab verirsən. Bu içindəki sənin istedadlar var. Belə bir dənə sual verdilər bir yerdə ki, özüvə nəyi borclusan? Mən özümdə belə bir xüsusiyyət var ki, belə suallar veriləndə qarşı tərəfə ilk sualı yönləndirəm özümə. Deyirəm, tez elə cavab ver, 2-3 saniyə vaxtım var. Bunu bir sənə sual verir, cavab ver. Başa düşürsən. Mən öz-özümdə elə o saniyələrdə belə bir cavab fikirləşirdim özümə ki, birinci, tohidi baxışla baxsaq, biz tam mənada vücudumuzdan borcluyuq Allaha, o öz yerində. Nəyimiz varsa onu da ona borcluyuq. Yox, biraz bir başqa aspektdən təhlil eləmək istəyirsə, məsələn, biraz fərqli baxmaq istəyirsə, biz özümüzə nə borcluyuq? Biz istedadlarımıza borcluyuq. Onlar bir gün bizə deyəcək, sən niyə məni puç elədin?
Onların sözü var bizə deməyə. Sən məni niyə puç eləmirsən? Mən sənin vücudunda gəldim ki, toxum olaraq qalım, yoxsa çiçəklənim. Mənə Allah axı sənə əmanət vermişdi. Niyə məni becərtmədin? Niyə mən cücərmədim? Niyə mən çiçəklənmədim? Biz ona cavab verəcəyik. Siz qiyamətin suallarından da bilin. Hanı istedadlarınız? Verdiklərim nə oldu? Niyə kəşf etmədiniz özünüzü? Hə, gəlin özümüzü kəşf edin. Qüsurları qoyaq kənara. Qüsurumuz olar. O qorxunu qoyaq, o mənada olan qorxunu qoyaq biraz kənara. Neyək? Özümüzü kəşf edək. Özümüzü tapaq. Gücümüzü səfərbər eləyək. Gücümüzü səfərbər eləyək və uğur qazanaq həyatda. Avtomatik uğur qazandın, sənin yanındadılar. Həmişə dedim bu sözü yenə deyirəm. Arxayın olun. Nə olursa olsun. Amma dürüst, düzgün addımlar. Mən bugünkü cümə 2 dənə də mənfi mənada olan qorxudan söhbət açdım. 2 cümədə bundan öncə 5 dənə danışmışam. Hansı qorxular insanın ziyanı var. Bugün də 2 dənə əlavə etdim. Diqqətlə qulaq as tutsa, təxəyyülün yaratdığı qorxular, xəyali qorxular, ortada bir şey yoxdur. Orada necə qurtulmaq olan yolunu danışdım. Və bir də fiziki qüsura malik olan bir insanın cəmiyyətə uzaqlaşmaq, cəmiyyətdə məni lağ edərlər, ələ salarlar, güdərlər, belə bir qorxu ki, insanın uğurun qabağını alan qorxudur. Və burada necə xilas olmaq olar, yolunu danışdım sizə. Ki, inşallah gələn cümədə nəsib olsa bu mövzunu davam eləyəcəyik. Və bu qorxular insanda stres yaradır, narahat edir. Mən çalışacağım gələn cümələrdə stresi biraz açaq. Bu dediyim qorxular insanı gərgin saxlayır. Stres insanla başlayır məhv etməyə həyatını. O qorxunun və stresin vurduğu zərbələr nədir? İlk olaraq bu fizioloji bədənimizədir, fiziki bədənimizədir. Mən baxırdım araşdırma, 80-85% xəstəliklər köklənir stresə. Yəni, bu canımızı da əldən veririk bəzi vaxtlar. İstəyirəm bir mövzu, mühüm mövzudur. Elə belə bir mövzu seçməmişəm sizin üçün. Yəni, düşünün bu mövzular haqqında. İnşallah ümid edirəm ki, düşünürsünüz. Gələn söhbətlərimizə davam edərik. Elhamdülillah Rabbil aləmin. Allahümmə inna nəsəlukə və nəd'uk. Bismikəl əzizəl əzəm. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əllər ki, sənin dərgahıva qaldırmışam, izləyicilərimiz də qaldırıblar əllərini. Ya Rabbəl aləmin, ilk duamız budur, İmam-ı zamanımızın zuhurunu təcil elə, o şəxsiyyəti salamat elə. Allahım, bağışlamamış bizi bu dünyadan axirət evinə aparma. İlahi və Rəbb, onlar ki, mənə xəbər göndəriblər, dua istəyirlər, o qardaş bacılarımın dualarını qəbul elə. Allah, bəlli çətinliklərdən bizləri xilas elə. İlahi və Rəbbim, yenidən cəmiyyətlə birlikdə onlara xidmət etməyi, daha bu belə şəkildə yox, rahat şəkildə onlara çıxış etməyi, o günləri bizə geri qaytar ki. Ya Rəbbəl aləmin, xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Sıxıntıda olan möminlərimizə İmam Musa-i Kazım hörmətinə özlərinə fərəc ailələrinə səvr bəxş elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Bayrağımıza həmişə uca qərar ver. Millətin düşmənləri məhv nabud elə. İşğal olunmuş torpaqlar və Qarabağımızı tezliklə azad elə. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə. Allahümmə salli alə Muhammed.